Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində bir sot torpaqda bir zal 2 otaq olan, bax qarşıda belə bir həyət ev satılır. Qiyməti 25 min manatdır qiymətində bir balaca razılaşma olmalıdır. Hal-hazırda mən darvazadan giriş hissəsində yerləşirəm, yəni darvazası var. Rahat halda lekkovi maşın daxil olur. Eni 3 metrdən çoxdur, hardasa 3,5-dır. İndisə mən bu həyət evinin deməli hamamını sizə göstərirəm. Hamamı bax bu cürdür, təmirlidir. Eyni zamanda kolonka sistemidir. 1 tonluq su bakı var. Sənədi şahidətnamədir. Yəni bu şahidətnamə əsasında çıxarış almaq mümkündür. Yəni bax bu cürdür. İndisə bax zal dediyim buradır. 4,5-ın 3-ədir. Bax necə görürsünüz bu cürdə var. Yenidən mən sizə zalını göstərirəm. Qiyməti dediyim kimi 25 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda otaqlardan birini görürsünüz. Bu otağın ölçüsü 3-ün 4-ədir. İnternet xətti var. Gördüyünüz kimi qaz işıq xətləri yəni var. Yəni var dedikdə var. Bura isə deməli mətbəğə eyni zamanda ikinci otağa keçmək üçün bax belə bir koridordur. Bax bu qarşıda gördüyünüz mətbəx mebeli evdə qalır. Bax bu cür böyükdür. Bura mətbəğidir. Yenidən mən sizə mətbəx mebelini göstərirəm. Dediyim kimi qiyməti 25 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə deməli mən sizə ikinci otağı göstərirəm. Bax bu ikinci otağın ölçüsü 4-ün 4-ədir. Polu taxta deyil, başqa materialdır, yəni möhkəm materialdır. Gəncə şəhərində Seviş qəsəbəsində yerləşir. Çox yaxınlıqdan deməli 2 ədəd marşrut işləyir. Bax belə sizlərə uğurlar.